Külək həmişə eyni səmtə əsmir və bəzən ən kiçik bir meh belə arxasında gətirəcəyi nəhəng bir qasırğanın, kökündən dəyişdirici bir tufanın xəbərçisi olur. Əziz əkizlər, siz həyatı hər zaman hərəkətdə, daim dəyişən, axıcı bir ritmdə yaşamağa öyrəşmisiniz. Daxilinizdəki o iki fərqli səs, iki fərqli ruh hər zaman bir-biri ilə mübarizə aparır, biri daim kəşf etmək, qaçmaq, digəri isə dayanmaq və anlamaq istəyir. Lakin bu dəfə kainatın sizin üçün hazırladığı səhnə tamamilə fərqlidir. Göy üzünün dərinliklərində sizin üçün elə bir ssenari yazılıb ki, o ssenaridə qaçmaq, gizlənmək və ya hər şeyi səthi bir zarafata salmaq artıq mümkün deyil. Bəzi zaman kəsikləri vardır ki, onlar insanın taleyinə qızıl hərflərlə həkk olunur və geriyə dönüşü olmayan monumental dəyişikliklərin təməlini qoyur. 31 avqust və 6 sentyabr tarixləri aralığı sizin üçün sadəcə təqvim üzərindəki rəqəmlər yığınağı deyil, bu maskaların düşdüyü, illüziyaların dağıldığı və həqiqi kimliyinizin göy üzü tərəfindən böyük bir sınaqdan keçirildiyi mistik bir intibah dövrüdür. Siz bu 7 günün astanasında dayanarkən bəlkə də hələ fərqində deyilsiniz, lakin həftənin sonunda daxilinizdəki o iki fərqli səsin necə vahid və yenilməz bir qüvvəyə çevrildiyinə, dağları yerindən oynadacaq bir iradəyə necə çevrildiyinə özünüz də heyrət edəcəksiniz. Dərin bir nəfəs alın, çünki bu həftə külək artıq sizin xeyrinizə, amma ən sərt, ən amansız şəkildə əsməyə başlayır. Ulduzların səssiz, lakin bir o qədər də qüdrətli dilini anlamaq, taleyinizin bu dolaşıq, qaranlıq yollarında birlikdə addımlamaq üçün sizdən kiçik, lakin mənim üçün olduqca dəyərli bir istəyim var aramızdakı bu dərin astroloji bağı qorumaq, kainatın sirlərini birlikdə kəşf etmək və enerjimizi bir-birinə bağlamaq üçün videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bu böyük, sonsuz kosmik xəritədə sizin üçün ən doğru cığırları tapmağımda mənə güc verən ən böyük enerjidir. İndi isə icazə verin, zehninizin və ruhunuzun ən dərin laylarına nüfuz edəcək o böyük hekayənin pərdələrini tamamilə aralayaq. Sizin varlığınızın mərkəzində dayanan, həyat ritminizi, nəfəsinizi və düşüncələrinizi diktə edən idarə edici planetiniz Merkuri, bu həftə səmada olduqca gərgin, lakin bir o qədər də aydınlaşdırıcı, bəzən sarsıdıcı bucaqlar formalaşdırır. Uzun müddətdir ki, zehninizdə minlərlə pəncərə eyni anda açıq qalıb və siz hansından baxacağınızı, hansı yolla gedəcəyinizi bilmədən böyük bir informasiya xaosunun içində çırpınırsınız. Səbəb ondan ibarətdir ki, kainat sizin bu qədər çox şaxəli və qiymətli enerjinizi israf etməyinizi, diqqətinizi xırda, əhəmiyyətsiz, sizi heç bir yerə aparmayan məsələlərə xərcləməyinizi artıq istəmir. Göy üzü sizi daxilən silkələyərək məcbur edir ki, əsas mərkəzə qayıdasınız. Bunun təsiri olaraq, həftənin ilk günlərindən etibarən daxilinizdə qəribə, bəlkə də qulaq batıran bir səssizlik, ardından isə buz kimi kəskin bir fərqindəlik yaranacaq. Mümkün hadisə odur ki, bəlkə aylardır, illərdir beyninizi gəmirən, lakin özünüzə belə etiraf etməkdən qorxduğunuz bir problemin, sizi geriyə çəkən zəhərli bir vərdişin əsl üzünü anidən, şimşək çaxması kimi kəşf edəcəksiniz. Bu, güzgüdə düz gözlərinizin içinə baxarkən, mən artıq bu köhnə insana xidmət etmək istəmirəm deyəcəyiniz məhz o andır. Nəticədə, zehninizdəki o bitmək bilməyən səs küy kəsiləcək və yerini sarsılmaz, heç nəyin qıra bilməyəcəyi bir qətiyyət alacaq. Astroloji tövsiyəm budur ki, bu həftə zehninizə şırnaqla axan o qüdrətli və iti enerjini dağıdıcı şübhələrə, daxili qorxulara, keçmişin peşmançılıqlarına deyil, tamamilə şəxsi inkişafınıza, yarımçıq qalmış ideyalarınızı, kənara atdığınız proyektlərinizi həyata keçirməyə yönəldin. Sözləriniz bu həftə qılınc kimi kəskin olacaq, o qılıncla özünüzü yaralamayın, sadəcə olaraq qarşınızdakı əngəlləri kökündən kəsib atın. Maddi dünya, karyera və maliyyə məsələlərinə gəldikdə isə həyatınızın bu vacib sahəsi sözün əsl mənasında böyük bir imtahan meydanına, titanların döyüşdüyü bir arenaya çevrilir. Sizin ən böyük gücünüz dəyişən şərtlərə dərhal uyğunlaşmaq bacarığınızdır, lakin ən böyük zəifliyiniz və aşil dabanınız eyni anda 10 fərqli işə başvurub, bəzən heç birini sona qədər çatdırmamaqdır. Bu həftə sərhədlərin, zamanın və intizamın ağası olan Saturnun tələbkar enerjisi birbaşa sizin karyera evinizə nüfuz edərək sizdən amansız bir qətiyyət və vahid seçim tələb edir. Səbəb çox bəsit və amansızdır. Uğur və zənginlik artıq bölünmüş diqqəti mükafatlandırmayacaq, o tam təslimiyyət istəyir. Təsir kimi iş yerinizdə böyük bir psixoloji təzyiq, yeni layihələrin və öhdəliklərin üzərinizə dağ kimi uçduğunu hiss edəcəksiniz. Lakin bu təzyiq sizi əzmək, sındırmaq üçün deyil, sizi sıxaraq əsl brilyanta çevirmək üçündür.
Mümkün hadisə qismində rəhbərlik tərəfindən sizə olduqca mürəkkəb, vaxt aparan, eyni zamanda riskli bir tapşırıq verilə bilər ya da biznesinizdə köklü bir transformasiya etmək, rəqiblərinizi geridə qoymaq üçün zərurət yaranar. Bəlkə də qarşınıza heç gözləmədiyiniz anda çox cəlbedici görünən, lakin böyük məsuliyyət tələb edən yeni bir iş təklifi çıxacaq. Nəticədə, əgər bütün daxili səs-küyü susturub intellektinizi tək bir hədəfə kökləsəniz, karyeranızda və ardınca da maliyyə durumunuzda gələcək uzun illər boyu sarsılmayacaq, dəmir kimi möhkəm bir təməl qurmuş olacaqsınız. Maliyyə baxımından isə sizə gizli və çox ciddi bir xəbərdarlığım var. Əkizlərin o məşhur, anlıq həvəslərə qapılan impulsivliyi bu həftə sizə olduqca baha başa gələ bilər. Gözlənilməz fürsətlər qarşınıza çıxdıqda, onları diqqətlə, bircə-bircə analiz edin. Lüzumsuz, sadəcə anlıq daxili boşluğu doldurmaq məqsədi daşıyan, egonuzu oxşayan xərclərdən qətiyyətlə uzaq durun. Pulu bu həftə sadəcə qazanmaq deyil, əldə saxlamaq, onu qorumaq və gələcəyə hesablanmış, daha təhlükəsiz bir limanda cəmləşdirmək sizin ən böyük strateji qələbəniz olacaqdır. Sizin pul enerjiniz həmişə zəkanızla birbaşa bağlı olub, bu həftə zəkanızı ən doğru, ən verimli yerə sərmayə edin. Və sevgi. Həyatın ən mürəkkəb, ən qəliz tənliyi. Əziz əkizlər, sizin üçün eşq hər zaman həm çox maraqlı, adrenalin dolu bir oyun, həm də həll edilməsi daim dəyişən bir tapmaca olub. Lakin bu həftə eşq və dəyərlər planeti Veneranın, Plutonun o qaranlıq, sirli və dəyişdirici enerjiləri ilə formalaşdırdığı bucaqlar, münasibətlərinizi sadəcə bir oyun olmaqdan çıxarıb dərin, bəzən də ağrılı bir psixoloji analiz masasına yatırır. Səbəb ondan ibarətdir ki, kainat artıq sizin öz əsl duyğularınızdan qaçmağınıza, zarafatlarla və səthi yanaşmalarla dərin travmaların, ciddi problemlərin üstünü örtməyinizə əsla icazə vermir. Təsir olaraq, partnyorunuzla aranızda qəribə, kəsici bir elektriklənmə, ən kiçik bir sözün, bircə baxışın belə altında dərin mənalar axtarma meyli yaranacaq. Uzun müddətdir münasibəti və ya ailəsi olan əkizlər üçün keçmişdən gələn, həll olunmamış, sanki unudulmuş kimi görünən o yaralı məsələlər yenidən daha güclü bir şəkildə gündəmə gələcək. Mümkün hadisə odur ki, illərdir içinizdə saxladığınız, sustuğunuz, içinizi yavaş-yavaş yeyən bir məsələ ilə bağlı həyat yoldaşınızla və ya sevgilinizlə olduqca dramatik, açıq və bəlkə də gərgin bir üzləşmə yaşayacaqsınız. Sözlər havada iti oxlar kimi uçuşacaq və siz bəlkə də münasibətinizin ən kritik, sınma nöqtələrindən birinə, bəlkə də tam bir uçurumun kənarına gəldiyinizə şahidlik edəcəksiniz. Nəticədə isə bu qorxunc böhran əslində sizin üçün möhtəşəm bir təmizlənmə və dönüş nöqtəsi olacaq. Əgər egonuzu, o haqlı çıxmaq istəyinizi kənara qoyub, sadəcə dürüstlüyə və ürəkdən gələn empatiyaya güvənsəniz, bu amansız qasırğanın ardından o qədər güclü, o qədər şəffaf və qırılmaz bir bağ yaranacaq ki, özünüz də sevginin bu qədər dərin, bu qədər müqəddəs ola biləcəyinə heyrət edəcəksiniz. Sizə ən böyük tövsiyəm odur ki, o möhtəşəm və zəngin söz ehtiyatınızdan dağıdıcı bir silah kimi yox, qəlbləri birləşdirən bir körpü kimi istifadə edin, tərəfdaşınızı sözlərlə yaralamaq, diz çöktürmək üçün deyil. Onu bütün ruhunuzla anlamaq üçün danışın. Əgər tənha qəlbinin qapılarını hələ də kimsəyə açmamış, bəlkə də o xəyallarındakı ruh əksini axtaran bir əkslərsinizsə, kainatın bu həftəki ssenarisi sizin üçün tam, ağlasığmaz bir sürprizlərlə doludur. Siz adətən zəkanızı intellektual cəhətdən qidalandıran, hər an sizin sürətinizə çata bilən, dinamik insanlara cəlb olunursunuz. Lakin bu həftə gözlənilməzliklər və qəfil hadisələr planeti olan Uranın birbaşa sizin sevgi evinizə atdığı ildırımlar, indiyə qədər inandığınız bütün cədvəllərinizi, ideal partnyor standartlarınızı alt-üst edəcək. Səbəb odur ki, ulduzlar sizin daim eyni tipli insanları seçib, oxşar ssenarilərlə eyni xəyal qırıqlıqlarını yaşamaq kimi o qüsurlu dövrənizi həmişəlik qırmaq istəyir. Təsir kimi, indiyə qədər bəlkə də heç dönüb üzünə belə baxmayacağınız, sizin dünyanızdan tamamilə fərqli bir auraya, fərqli bir peşəyə və ya həyat tərzinə malik bir insana qarşı dərin, heç cür izah edə bilmədiyiniz bir maqnit cazibəsi, bir bağlılıq hiss edəcəksiniz. Mümkün hadisə olaraq, hər gün getdiyiniz o standart marşrutunuzun xaricində bir yerdə, bəlkə getməyə məcbur olduğunuz darıxdırıcı bir rəsmi görüşdə, bəlkə də köhnə dostların yeni məclisində tanış olacağınız bu insan sizin zehni labirintlərinizdə itmək əvəzinə sizi birbaşa yerə, reallığın mərkəzinə endirəcək. Bu insanda o qədər ağır, oturaq və sakitləşdirici bir enerji olacaq ki, sizin o daim çırpınan, çılğın və narahat ruhunuz bəlkə də həyatında ilk dəfə əsl sükunətin, etibarlılığın necə gözəl olduğunu dərk edəcək.
Nəticədə illərdir formalaşdırdığınız o sərt sevgi anlayışınız kökündən sarsılıb dəyişəcək, daxilən daha yetkin, daha dözümlü və köklü bir eşqə qapı aralayacaqsınız. Tövsiyəm budur ki, bu dəfə içinizdəki o qaçıb getmək arzusuna məğlub olmayın. Yeni tanışlıqlara, xüsusən də sizdən fərqli olan insanlara qarşı qurduğunuz o hündür müdafiə divarlarını biraz aşağı salın və imkan verin ki, kimsə sizin ruhunuzun həm parlaq günəşinə, həm də ən qaranlıq tərəflərinə şəfqətlə toxuna bilsin. Unutmayın ki, həyatımızı dəyişən taleyüklü seçimlər əsasən ən çox qorxduğumuz anda atdığımız o cəsarətli addımlardır. Sosial çevrəniz, ətrafınızdakı qələbəlik, bitməyən zənglər və dost məclisləri sizin həyat enerjinizin ən əsas, qidalandırıcı mənbəyidir. Siz hər zaman diqqət mərkəzində olmağı, müxtəlif, fərqli düşüncəli insanlarla mütəmadi ünsiyyət qurmağı hava və su kimi zəruri sayırsınız. Lakin bu həftə dostluq və sosial əlaqələr evinizdə baş verən, sanki bir günəş tutulmasına bənzər güclü və sərt kosmik enerjilər həyatınızda amansız, eyni zamanda çox zəruri bir təmizlik prosesini işə salır. Səbəb odur ki, kainat sizin böyük, tükənməz potensialınızı qaranlıq bir süngər kimi soran, sizi yalnız və yalnız öz xırda mənfəətləri üçün, əyləncə üçün istifadə edən o enerji vampirlərindən sizi nəhayət xilas etmək istəyir. Təsir kimi, daxilinizdə səs-küylü kütlədən qaçmaq, hər kəsdən uzaqlaşmaq, yalnız sizin ruhunuza həqiqətən toxunan, ən dəyərli, ən sadiq insanlarla baş-başa qalmaq kimi qəribə, indiyə qədər sizə yad olan bir ehtiyac baş qaldıracaq. Gözlərinizdəki o sadəlövhlük pərdəsi birdəfəlik qalxacaq və siz ətrafınızdakı insanların əsl, gizli niyyətlərini bütün çılpaqlığı və eybəcərliyi ilə görəcəksiniz. Mümkün hadisə odur ki, uzun illərdir yanınızda olan, eyni süfrəni böldüyünüz, sirlərinizi etibar etdiyiniz bir dostunuzun ən çətin və dəstəyə ehtiyac duyduğunuz anınızda sizi arxa çevirməsi, sizi görməzdən gəlməsi və ya haqqınızda kənarda deyilən, sizi gözdən salmağa çalışan xoşagəlməz bir sözün, bir cümlənin qulağınıza çatması ilə böyük, sarsıdıcı bir məyusluq yaşayacaqsınız. Bəlkə də kənardan kiçik və əhəmiyyətsiz görünən bir hadisə yekun, son damla olacaq və o daşan bardaq ətrafınızdakı bütün saxta mənzərəni, saxta gülümsəmələri yuyub aparacaq. Nəticədə, daxili dünyanızda olduqca qəti, geri dönüşü olmayan və ilkin mərhələdə ağrılı bir qərar verərək sosial çevrənizi amansızcasına, bir bağbanın çürük budaqları kəsdiyi kimi budayacaqsınız. Əvvəlcə telefonunuzun susması, ətrafınızın boşalması sizə kimsəsizlik və daxili boşluq kimi görünsə də, əslində çox qısa zamanda fərq edəcəksiniz ki, bu sizin ruhunuzun qazandığı ən böyük, ən yüngülləşdirici azadlığıdır. Tövsiyəm odur ki, gedənlərin arxasınca bir damla belə göz yaşı tökməyin, özünüzü günahlandırmayın. Yalançı, riyakar bir qələbəlikdə boğulmaqdansa, həqiqi, dəyərli və dürüst bir təklik hər zaman, bütün dövrlərdə daha qüdrətli və şəfavericidir. Kainat boşluqları sevmir, sizin bu addımla həyatınızda açdığınız o təmiz boşluğa, tezliklə sizin yüksək intellektinizə uyğun, dünya görüşünüzü genişləndirəcək, sizi daim mənəvi inkişafa sövq edəcək tamamilə fərqli bir mədəniyyətdən və ya dairədən yeni, son dərəcə keyfiyyətli insanlar daxil olacaq. İndi isə diqqətimizi kosmik saatın əqrəblərinin sizin üçün gündəlik olaraq necə işlədiyinə, bu mistik 7 günün gizli fısıltılarına yaxından yönəldək. Həftəni təşkil edən bu günlər sizin üçün həm daxili cənnəti, həm də kosmik bir cəhənnəmi yaşada biləcək inanılmaz bir potensiala malikdir. Sentyabrın başlanğıcından öncəki günlər, yəni 31 avqust və 1 sentyabr tarixləri sizin üçün həftənin ən parlaq, hər cür şans və uğur qapılarının tamamilə ardına qədər açıq olduğu, enerjinizin zirvəyə çatdığı möhtəşəm günlərdir. Ayın mövqeyi sizin ən böyük silahınız olan kommunikasiya, inandırma qabiliyyətinizi maksimum zirvəyə daşıyır. Kainat bu 2 gündə sizin hər bir sözünüzə, baxışınıza sanki sehirli bir güc qatır, bu günlərdə dilə gətirdiyiniz hər fikir dəyər qazanır. İstənilən qapalı görünən qapını asanlıqla aça bilər, istənilən çətin xasiyyətli, güzəştə getməyən müştərini və ya sərt rəhbəri asanlıqla yola gətirə bilərsiniz. Uzun müddətdir planlaşdırdığınız yeni işlərə başlamaq, taleyüklü, mühüm sənədlərə imza atmaq, gələcəyinizi təyin edəcək həlledici danışıqlar aparmaq, hətta ürəyinizdə gizlətdiyiniz duyğuları qarşı tərəfə etiraf etmək üçün bu 2 gün əvəzsiz bir xəzinədir. Bu günlərdə atdığınız bütün cəsarətli addımların, etdiyiniz risklərin çox sürətli və möhtəşəm bir müsbət nəticəsini dərhal görəcək, kainatın birbaşa sizin arxanızda durduğunu hiss edəcəksiniz. Lakin həftənin ortasına doğru irəlilədikcə kosmik ritm sərtləşir. Xüsusən də 2 və 3 sentyabr tarixlərində ətrafınızdakı kosmik hava kəskin, sarsıdıcı şəkildə dəyişir.
Səmada yaranan və gərginlik gətirən Mars və Neptun kvadratı sizin hər zaman hərəkətdə olan sinir sisteminizə olduqca böyük, dözülməz bir yük qoyur. Bu günlər ən diqqətli, bərk-bərk dayanmalı və ən səbirli olmalı olduğunuz günlərdir. Səbəbsiz, hardan gəldiyi bilinməyən bir aqressiya, daxilinizdə boğucu bir sıxıntı, sanki hər kəsin sizə qarşı olduğu, hər kəsin sizi bilərəkdən səhv anladığı duyğusu bütün varlığınızı əhatə edəcək. Mümkün hadisə odur ki, işdə tələsik, diqqət etmədən göndərdiyiniz yanlış bir email, yolda gedərkən və ya növbədə durarkən yaşanan kiçik, əhəmiyyətsiz bir mübahisə və ya evdəki sıradan bir texniki nasazlıq, məsələn, internetin kəsilməsi və ya bir əşyanın sınması sizi tamamilə özünüzdən çıxaracaq, böyük bir tufana çevriləcək. Yanlış anlaşılamalar, qulaqdan qulağa yayılan yalan sözlər və informasiya kirliliyi bu günlərin əsas mövzusudur. Sizə çox şiddətli və ciddi tövsiyəm odur ki, bu 2 gün ərzində nə qədər cəlbedici görünsə belə, heç bir kəskin və radikal qərar qəbul etməyin. Böyük məbləğli alış-verişlərdən və xarakterli vacib imzalardan və xüsusilə partnyorunuzla gələcək haqqında emosional müzakirələrdən mütləq şəkildə uzaq durun, o söhbətləri ertələyin. Sükut bu xaos günlərində sizin ən qoruyucu, ən keçilməz zirehiniz olmalıdır. Fiziki olaraq da ehtiyatlı olun, avtomobil idarə edərkən, kəsici alətlərlə işləyərkən və ya yolda olarkən hər zamankindən 2 qat diqqətli olmağınız həyati əhəmiyyət daşıyır. Sentyabrın 4-ü və 5-də isə kainatın sizə rəhmi gəlir, o gərgin fırtına yavaş-yavaş səngiyir, bulanıq sular durulur. Zehninizdəki o qatı, boğucu duman dağılır və ən böyük, ən qəliz məsələlərin həlli sanki öz-özünə çox bəsit şəkildə üzə çıxır. Bu günlər xüsusilə qapalı qalmış pul məsələləri, maliyyə gözləntiləri və həm fiziki, həm də mənəvi sağlamlıqla bağlı xoş xəbərlərin, kiçik amma daxili sevinci çox böyük olan uğurların günüdür. Bütün həftənin o ağır gərginliyini üzərinizdən atmaq, rahat nəfəs almaq üçün təsadüfi və gözəl fürsətlər yaranacaq. Və nəhayət, həftənin tacı olan bazar günü, yəni 6 sentyabr. Kainat bu günü sizə heç bir məsuliyyət yükləmədən yalnız və yalnız dincəlmək, o daim işləyən, dayanmaq bilməyən zehni mühərrikinizi tamamilə söndürmək üçün bəxş edir. Həmin gün ətraf dünyadan, bitməyən suallardan tamamilə izolyasiya olun, telefon bildirişlərini səssizə alın, dünya ilə əlaqəni kəsin. Siz hazırda bədəninizin yorğunluğundan çox, zehninizin, fikirlərinizin ağır yorğunluğundan əziyyət çəkirsiniz. Mümkündürsə təbiət qoynunda tək başına gəzmək, bir su kənarında saatlarla, heç nə düşünmədən sakitcə oturmaq və ya uzun müddətdir vaxt tapıb oxuya bilmədiyiniz, kənara qoyduğunuz o kitaba isti bir çay eşliyində yenidən başlamaq yaralı ruhunuza inanılmaz dərəcədə güclü bir şəfa verəcək. Bu sükut gələn həftənin döyüşləri üçün sizin ən güclü silahınız olacaq. Əziz, qəlbi daim dəyişkənliyə aşiq olan, hər fəsildə yenidən doğulan və ruhu əsla, heç bir yaşda qocalmayan möhtəşəm əkizlər. Siz kainatın formalaşdırdığı ən nadir, ən anlaşılmaz, lakin ən cazibədar yaradılışlarından birisiniz. Siz həyatın sərt sınaqları qarşısında sınmaq yerinə əyilməyi və yenidən qalxmağı bacaran bir fırtınanın tam mərkəzində dayanarkən belə panikaya düşmək əvəzinə o fırtınanın istiqamətini dəyişməyə qadir olan həm olduqca parlaq, qabaqcıl zəkaya, həm də misilsiz bir uyğunlaşma gücünə maliksiniz. Sizin beyniniz dayanmadan işləyən, kainatın sirlərini axtaran bir mexanizmdir. 31 avqust 6 sentyabr tarifi aralığını əhatə edən bu mübarizə dolu, dolambaçlı həftə sizə çox böyük bir dərsi, bəlkə də ömrünüzün ən vacib həqiqətini öyrədəcək. Həqiqi əsl azadlıq daim problemlərdən qaçmaqda. Sərhədləri qırmaq bəhanəsi ilə hər gün yeni, məsuliyyətsiz bir maska taxmaqda deyil, həqiqi azadlıq, daxilinizdə qaynayan o səs-küylü xaosa tək başına qalib gəlib, aynanın qarşısında duraraq öz ən dərin həqiqətinizlə dürüstcəsinə, qorxmadan üzləşməkdədir. Bu həftə qarşınıza çıxan hər bir məyusluq, planlarınızın pozulması, hər bir təxirə salınma əslində pis bir bəxt deyil, bu köhnə, çürümüş və faydasız olan hər şeyin sizin gələcək həyatınızdan təmizlənməsi üçün kainatın etdiyi bir cərrahi əməliyyatdır. Qorxularınızın, xüsusən də tək qalmaq və uğursuz olmaq qorxularınızın düz üzərinə gedin. Həqiqətlərinizi ətrafa qışqıraraq, mübahisə edərək deyil, qazandığınız o möhtəşəm daxili sakitliyinizin, sarsılmaz özgüvəninizin gücü ilə dünyaya ifadə edin. Heç vaxt unutmayın ki, daxilinizdə 2 fərqli, əks qütblü ruha malik olmaq zəiflik deyil, bu birbaşa 2 qat kosmik güc deməkdir.
Əgər siz dağıdıcı tərəfinizi cilovlayıb bu iki fərqli enerjini bir araya gətirərək tək, dəqiq və parlaq bir hədəfə yönəldə bilsəniz, o zaman bütün dünyada sizi dayandıra biləcək, qarşınızda dura biləcək heç bir maddi və ya mənəvi qüvvə yoxdur. Sizin qabiliyyətlərinizin bir sərhədi yoxdur, sərhədləri sadəcə öz zehninizdə siz özünüz yaradırsınız. Odur ki, həyatınızın bu durğun, çürümüş və sizə ancaq ziyan verən köhnə fəslini bir dəfəlik bağlayın. Keçmişin acılarına təşəkkür edərək onları qapıda buraxın. İndi əlinizə öz taleyinizin qələmini alın və öz möhtəşəm hekayənizi, kainatın ssenarisini yenidən, lakin bu dəfə çox daha qüdrətli, çox daha əmin və məğrur şəkildə yazın. Yol tamamilə sizin, qərar yalnız sizin və inanın mənə, böyük qələbə ancaq sizindir. Həmişə o göz qamaşdıran işıqla, kəsərli zəka ilə və heç bir fırtınanın söndürə bilməyəcəyi o tükənməz həyat eşqi ilə parlamağa davam edin.